Salam əziz izləyicilər. İzləyicilərdən çox saylı xahişlər var idi. Vavyen qoşulması haqqında video istəyirdilər. Vavyen qoşulması haqqında video çəkmişəm. Bu tək qütblü bir vəziyyət işıqlanmanı iki yerdən idarə etmək üçün istifadə olunan Vavyen qoşulması. Burada təsəvvür edək ki, bu tavanda işıqlanmadır. Burada isə bir qapının ağzında, qapı girişində və taxtın yanında tutalım ki, 2 ədəd korobka, bir qapı girişində, bir taxtın yanında və yaxud da hardasa. Holda, başqa bir yerdə. Birinci korobkaya 220 0 faza verilir. Bu bəslənmədir. Birinci korobkadan tavana işıqlanma qalxıbsa 0 faza. İkinci korobka isə birinci ilə ikincinin arasındakı əlaqə üçün mütləq 3 ədəd şnur naqil atılmalıdır. Çünki birinci korobkadan fazanı sonuncu korobkaya göndərmək lazımdır. Çünki birinci vavyenda açara, el açarına girişə lampadan gələn qoşulur. Qayıdışdakı faza isə həmən açar yerinə taxılacaq. Yəni, qısası birinci korobkadan əgər tavana işıqlanma atmışsınızsa və işıqlanmanın qidalanması, bəslənməsi də birinci korobkaya gəlirsə, sonuncu korobkaya 3 ədəd naqil atırsınız. Burada faza bəslənmədən gələn, birinci korobkaya gələn 220-nin fazasını sonuncu korobkaya göndərmək lazımdır. Bu zaman bu 3 ədəd naqilin, hansı ki o biri korobkaya gedir, fazanı birləşdirib ora göndərmək lazımdır. İkinci korobkaya. Mən ümumi bu işin qurulma prinsipini izah edirəm, amma indi siz bunları vaqona qoşarsınız. Bu fazanı qoşduq, göndərdik ikinci korobkaya. Nol isə, birinci korobkadakı nol, 220-dən gələnin nolu, lampaya gedən nolla birləşdirilir bir yerə. Korobkanın içərisində qoyulacaq kənara. Sonra bu vavyenlərə baxın diqqətlə. İkisi də təkli vavyendir. Yəni bir yollu, iki telli deməkdir. Bir yollu, iki məftilli, təkli vavyen açar. Bir ədəd qapının girişində, ikinci isə taxtın yanında. Əgər bu holda uzun, geniş yerdə qoyulubsa, yenə də biri girişdə, biri də axırda qoyulan vavyen. Bu vavyen bu korobkaya qoşulacaq, bu da bura. Prinsip belədir. Birinci korobkaya 220 0 faza gəlir. Eyni zamanda bu korobkadan lampaya da qalxır. Tavanda hesab edək ki, bir vəziyyət lampadır, bir vəziyyət işıqlanma, bir qrup işıqlanma məsələn. Lampadan, tavandan gələn lampanın fazasını, yəni qırmızısını, daha doğrusu faza buradan gedəcək. Bu qırmızını burada el nöqtəsinə, fazanın açarını dəstəkləyən el nöqtəsinə qoşuruq. El yazısına, el düyün nöqtəsinə qoşuldu. Nola bağladıq, lampaya nol verdik, getdi. Yəni də qeyd etdiyim kimi fazanı ikinci korobkaya göndərdik. Yəni birinci korobkadan bağladıq, göndərdik ikinci korobkaya. Fazamız buradadır, qırmızıdır. Bu qalan 2 ədəd isə, bu 2 ədəd isə vavyenin idarə edicisidir. 2 naqil. Bunları da fərqli rənglər atmaq lazımdır ki, sonra vavyeni qoşanda çaşdırmasın, asan da olsun. Burada birinci korobkada məsələn bu rəngi hansı düyün nöqtəsinə qoşuruqsa, ikinci korobkada da həmən yerə qoşmaq lazımdır. Məsələn burada L1-ə göy rəng. L1-ə qoşacağım göy rəngi. Qoşdum göy rəngi. Yəni ikinci korobkaya gələn naqilin göy rəngin. Birincidə L1-ə qoşmuşamsa qoşuldu L1-ə. İkinci korobkaya gedən sarını isə qoşuram L2-yə. Burada nə ediksə, eyni zamanda bu korobkada da həmən düyün nöqtələrinə eyni rəngləri qoşmaq lazımdır. Əvvəlcə qeyd etdiyim kimi, birinci korobkadakı fazanı ikinci korobkaya göndərmişik. Çünki birinci korobkadan lampaya qalxır. Yəni, birinci lampadan gələn korobkada lampanın qırmızısını faza yerinə taxmaq lazımdır. İkinci vavyendən fazanı açar yerinə taxırıq. Yəni, birinci korobkadan bura göndərdiyimiz qırmızı fazadır. Birbaşa ötürülüb bura. 220-yə qoşuldu, ötürüldü bura. Bu fazanı qoşuruq. Qoşmalıyıq burada el yazsın, el girişinə. Faza dəstəkləyən nöqtə açara, əsl açar yerinə faza. Sarı ilə göy isə yenə də həmən düyün nöqtələrində. Hansı ki, birinci vavyenda rənglərə
hansı nöqtələrə taxmışıqsa, eyni nöqtələrə, eyni yazılara da bu bir vaviyində də əməl eləmək lazım. Məsələn, birinci vaviyində L1-ə göy rəng naqil qoşulub, ikinci vaviyində də L1-ə göy rəngdə naqil qoşulacaq. Rəngləri səhv eləmək olmaz, açar düzgün işləməyəcək. Düzgün işləməsi üçün hər düyün nöqtəsinə eyni rənglər, eyni naqillər qoşulmalıdır. L1-də göy rəngdə, sarını isə L2-yə qoşuruq. Deməli, tək qütblü bir vəziyyət işıqlanmanı iki ayrı-ayrı yerdən idarə etmək üçün qoşulan Vavyen açarın işləmə prinsipi, qoşulması prinsipi belədir. Birinci korobkadan 220 gəlir. Bəslənməmiz 220 nol faza birinci korobkaya gəlməlidir. Birinci korobkadan ikinci korobkaya 3 ədəd fərqli rənglərdə naqil vermək lazımdır. Görürsünüz, qırmızı, göy, sarı, 2 yarımlıq. Eyni zamanda birinci korobkadan lampaya bir vəziyyət işıqlanma, yəni bir qrup işıqlanma. Bu bir ədəd spot da ola bilər, bir ədəd çılçıraq ola bilər və yaxud da 5 spot ola bilər. Yəni bir vəziyyət, bir düymə ilə yanacaq, sonra idarə olunacaq. Yəni lampadan gələn də birinci korobkaya gəlir, göy, qırmızı. Göylər, yəni nollar bir-birinə bağlanır, korobkanın içərisində qoyulacaq kənara. Bu birbaşa minus verilir, neytral verilir ki, lampa nol ilə işləyəcək. Amma fazanı birinci korobkadakı 220 bəslənmədən gələn fazanı ikinci korobkaya gedən qırmızıya birləşdirib fazanı, yəni ikinci korobkaya ötürürük, göndəririk bura. İkinci korobkada fazanı L yazısına taxırıq, çünki L fazanı əsas açarın dəstəklədiyi fazadır. Birinci korobkada da eyni zamanda lampadan gələn qırmızını faza nöqtəsinə, düyün nöqtəsinə L-ə bağlayırıq. Birinci ilə ikincinin arasındakı o iki telli əlaqələnməni isə rənglər və naqillərin qoşulma yerlərinə riayət etmək lazımdır düzgün. Birinci korobkada L1 yazısına mavi rəngdə naqili taxmışam və eyni ilə də ikinci korobkada da L1 yazısına mavi rəngdə naqil taxılmalıdır. Birinci korobkada L2 yazısına gördüyünüz kimi sarı rəng taxılıb, bağlanıb. İkinci korobkada da L2 yazısına sarı rəng taxılır. Yəni bir tək qütblü, bir vəziyyətli işıqlanmanın idarə edən vavyen yığılması, quraşdırılması budur. Gördüyünüz kimi, əziz dostlar, tək vavyen qoşulması budur. Bir qütblü, yəni təkli, bir vəziyyət işıqlanmanın idarə edən, iki ayrı yerdən, nöqtədən idarə edən vavyen qoşulmasını izah elədim. İndi isə yoxlayırıq. Deməli, buradan yandırırıq, buradan söndürürük. Buradan yandırırıq, buradan söndürürük. İki ayrı nöqtədən təkli vavyen qoşulması, bu da yandırıb söndürülməsi idarə olunması.